Salam əzizlər, xoş gördük sizləri yenidən mənim kanalımda. Mən sizin coğrafiya müəlliminiz Tural müəllim. Bu gün sizlərə 19 aprel 2026-cı il tarixində MGM və OTK birgə təşkilatçılığı ilə keçirilmiş sınaq suallarından ikinci qrup 11-ci sinif coğrafiya suallarının izahını verəcəm. İlk sualımızda bizdən soruşur ki, Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən eləyin. Baxaq, nə deyir burada? Murovdağ silsiləsi verib, Zəngəzur silsiləsi sərhəd boyu uzanır. Bilirik ki, Murovdağ sərhəd boyunca deyil, amma Zəngəzur sərhəd boyuncadır. Dağ meşə landşaftı Zəngəzurda olmaz, amma Murovdağda olar. Zirvəsində buzlaq formalaşmışdır. Bu Qapıcıqdadır, Zəngəzurdadır. Kiçik Qafqaz tektonik qalxması hər ikisidir. Mezo yaşlı süxurlar da burada olar Murovdağda, çünki Zəngəzur daha çox paleogendir. Vulkanik çökmə süxurlar isə Azərbaycanda Kiçik Qafqaz qalxmasında demək olar ki, rast gəlinir deyə həm Murovdağda, həm də Zəngəzurda olacaq. Doğru cavabımız 2, 5, 1, 3, 4, 6. 2, 5, 1, 3, 4, 6 variantı ise C variantındadır. İkinci sualda deyir ki, silindrik proyeksiyada tərtib olunmuş xəritədə ən çox təhrifə məruz qalan ərazilər. Silindrik proyeksiyada ekvator xətti boyunca təhriflər sıfır olur, qütblərə doğru getdikcə təhrif artır. Burada ən çox istəyirsə bizdən nə olmalıdır? Qütblərə yaxın olan Labrador olar, Baffin torpağı olar, Ueddel dənizi olar. 2, 5, 6. Bu sualda isə cavabımız Y variantıdır. Üçüncü sual, daha doğrusu 33-cü sualda deyir ki, mənbəyi Azərbaycandan kənarda formalaşan və sərhəd boyu axan çaylar. Kür sərhəd boyunca axmır. Burada baxaq bunu çıxaraq. Bərgüşad qalsın. Arpaçay sərhəd boyunca axmır. Keçir prosta sadəcə. Qudyalçay bizim daxilimizdə formalaşır. Burada doğru cavab Samurdur və Arazdır. Məntiqlə götürsək 5 olmalıdır burada. Yəni 1, 3, 5 düşməyib, amma məncə daha doğrusu 1, 5 olmalıdır. Cavab burada 1, 5 olan variant. Yəni A, B, C, D variantı olacaq burada cavabımız. Mənim günahım deyil. Sual orada yaxşı düşməyib. Yəqin ki, uşaq çəkəndə düz çəkə bilməyib. 34. Baxırıq nə deyir? Sakit okeanda yerləşən coğrafi obyektləri müəyyən edin. Biz bilirik ki, Karpentariya körfəzi Hind okeanına aiddir. Ona görə çıxır. Buradan Arafur dənizi çıxır. Alyaska, Mərcan dənizi, Kaliforniya körfəzi, Qalapagos adaları, bu qalsın. Buradan nə çıxacaq? Deməli, Böyük Avstraliya körfəzi Hind okeanında da çıxır. Hindçin yarımadası olardı, amma Maldiv adaları olmaz. Bu sualda doğru cavabımız Alyaska Sakit Okeandadır. Mərcan dənizi Sakit Okeana düşür. Kaliforniya Sakit Okeana düşür. Galapagos da Sakit Okeana düşür. Doğru cavab C variantı. 35-ci sualda deyir ki, miqyası 1 bölünsün 500 min olan xəritədə əsas çay və onun qollarının uzunluqları cəmi 240 santimetrdir. Elədirsə, gəlin o zaman biz neyniyək buradan? 5 dənə sıfırımızı silək. 1, 2, 3, 4, 5 qaldı 5. 5'e vuraq 240 eləyəcək 1000, 1200. Düzdürmü? Deməli, əsas çay və onun qolları birgə uzunluğu 1200 kilometrdir. İndi baxaq, hövzəsinin sahəsi də 40 santimetrdir. 40-ı nə edəcəyik? 40-ı da vuracaq 5'in kvadratına sahəni tapacaq. O da edir ki, 40 vurulsun 25. 40-ı da 25'e vuranda, deməli 4'ü 25'e vuranda 100, bu da 1000. Deməli, bu çayların axdığı ərazinin sahəsi də 1000 kvadrat kilometrdir. Bəs sıxlığı necə tapırdıq? Çayların ümumi uzunluğunu sahəyə bölərək. O zaman 1200 bölünsün 1000 yazırıq və cavabımız 1,2 metr bölünsün, daha doğrusu kilometr bölünsün, kvadrat kilometr olacaq. Doğru cavabımız A variantı. Ümid edirəm başa düşdünüz. 36-cı suala baxırıq. 36-cı sualda bizdən istəyir ki, nə deyir? Verilmiş ölkələrdə geniş yayılmış dil ailələri və dil qrupları. Birinci ölkə Finlandiyadır. İkinci ölkə İtaliyadır. Üçüncü ölkə Əfqanistandır. Finlandiyada Ural dil ailəsidir. Fin-Uqor dil qrupu olar. A variantı olar. İkinci ölkədə İtalyanlardır, amma Romandı olmaz. Deməli, bir Fin-Uqor olmalıdır. Bir olmaz, olmaz, olmaz. Hə, olar. Avropa. Roman, amma Əfqanistanda da Hind-Avropanın İran dil qrupu olar. Doğru cavab Y variantıdır bu sualda. Qəbul sualı formatına uyğun sualdır. Yəni qəbul suallarında bu tipli suallar istifadə olunub son illərdə. Düşünürəm ki, qəbul səviyyəsində bir sualdır. Metallurgiya müəssisələri yerləşən məntəqələr. Burada düşünürəm ki, bunu bir çox, yəni normal oxuyan uşaq tapacaq.
Gəncə, Bakı və deməli Sumqayıtdır. Cavab A variantıdır. Sonra növbəti sualımız gəlir. Neçənci sual? 38-ci sual. Codyarpaqlı meşə və kolluqlar, səhra yarımsəhralar təbii zonasında yerləşən türk dövlət və qurumlarını müvafiq olaraq müəyyən edin. Bu da qəbul tipli sualdır. Yəni qəbulda bu tipli suallardan istifadə olunub. Sadəcə burada ölkə sayıları biraz çox ola bilərdi. Yəni məsələn, tutaq ki, codyarpaqlı meşə və kolluqlar, səhra yarımsəhralar və yaxud belə deyək də meşə çöl belə deyək. Bunu da artırıb bir variantı biraz artırmaq olardı ki, qəbula tam uyğun olsun. Deməli, burada codyarpaqlı meşə Qazaxstanda olmaz, amma Türkiyədə olar, Çuvaşistanda olmaz, Azərbaycanda olar, Türkmənistanda olmaz. Amma səhra yarımsəhra Tataristanda olmaz deyə B variantı gedir. Cavab qalır burada nə? C. Əslində heç Azərbaycanda da codyarpaqlı meşə və kolluqlar yoxdur. Codyarpaqlı meşə və kolluqlar daha çox Türkiyənin sahilyanı zolağında, bir də Kiprdə olacaq. Gəldik nəyə? 39-a. Cədvələ əsasən doğru sıralardır müəyyən edin. Baxaq. Dağlar verilib. Tian Şan, Kaledon Hersin, Qırğızistan düşür, düzdür. Amma doğrunu istəyir. Diqqətli olmaq lazımdır. Karpat dağları Alp dağlarının, daha doğrusu Alp qırışıqlığına düşür Almaniya. Karpat Almaniyaya doğru gedir, amma Karpat Almaniyaya çatmamalıdır. Çünki Qövsüvarədə orada gedib Macaristanda, Çexiyada dayanır. Bu qalsın. Kordiller Kimmeri olar, amma Şərqi Kardiler. İndi Şərqi Kardiler Kanadaya düşə bilər. Qalsın bu da. Atlas Alpdır Liviyaya düşmür amma. Deməli 400% burada nədir? Səhvdir. Bu variantları çıxaq. Altay Kimmeri deyil. Yəni Altayda Altay Sayan Tiyanşan Kaledon Hersin davam edilmə mərhələsinə aiddir. Deməli 5 də buradan səhvdir. Sonra baxırıq burada nəyə? Ant dağları Alpdır, Boliviyaya düşəcək. Deməli 6 düzdür, 1 düzdür. Burada 3 də əslində düzdür. Çünki Şərqi Karler Kanadaya düşür. Yəni Şərqi Karler ola bilər ki, Kanadadan və ABŞ-dan Kanadaya doğru qayalı dağlar uzanacaq. Amma orada ikidə Almaniyaya Karpat dağları gedib çatmamalıdır. Karpat dağları elə bir ki, Rumıniya, Macaristan, ondan sonra biraz Polşaya düşür, biraz Ukraynaya düşür, Slovakiyaya, Çexiyaya qədər gedə bilir. Orada isə Almaniya tərəf keçməz. Deməli, burada cavabımız nə olacaq? C variantı 136. Yaxşı sualdır. Düşünürəm ki, qəbul səviyyəsində, hətta belə deyək, ağırlığında olan sualdır. Yəni, bu sual kifayət qədər, belə deyək də, şagird tərəfindən çox böyük ehtimal sınavda da səhv yazılacaq. 40-cı suala baxırıq. Metallurgiya sənayesi əsasən yerli xam mal ehtiyatlarına əsaslanan ölkələr. Burada biz nəyi çıxarırıq? İtaliyanı çıxarırıq, Koreyanı çıxarırıq. Buradan belə deyək də, Birləşmiş Ərəb Əmirliyi çıxarırıq. Çünki onlar da neft, qazdır. Buradan da Liviyanı çıxarırıq. Bunlar olmaz, amma cavabımız nə olar? A variantı. Bu asan sualdır deyə düşünürəm. Yəni bunu yaza bilər uşaqlar. Gələk nəyə? Birinci sual biraz yaxşı düşməyib, amma mən çalışacağam ki, oxuyum. Azərbaycan əhalisi ilə bağlı doğru ifadələri müəyyən edin. Kür ərazi olanda əhalinin sıxlığı daha yüksəkdir. Bu doğrudur. Quba Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında əhalinin etnik tərkibi müxtəlifdir. Bu da doğrudur. Əhalinin əksəriyyəti 500 metrdən yüksək ərazilərdə yox. Bu tərsinə olmalıdır. Bu əslində kitab cümləsidir. 500 metrdən aşağıda yaşayır. Təbii artım səviyyəsi demoqrafik keçidin birinci mərhələsinə aiddir. Bəli, biz hal-hazırda birinci mərhələdəyik. Şəhər əhalisinin payı 50%-dən çoxdur. Bəli, 53%-ik. Doğulan uşaqlar arasında olanlar üstünlük təşkil edir. Bu da doğrudur. İndi baxaq, burada hamısı doğru çıxdı ki elə. Hə, indi burada bir məqam var, onu qoy qeyd eləyək. Deməli, Kür Araz ovalığında əhalinin sıxlığı daha yüksəkdir. Daha yüksək deyəndə, yəni müqayisə aparmış olur digər ərazilərlə. Amma Azərbaycan ərazisində daha yüksək sıxlığa malik olan Abşeron, Bakı ərazisidir. Çox böyük ehtimal birinci variant ona görə düz götürülməyəcək. 2 düzdür, müxtəlifdir. Əhalinin əksəriyyəti 3 düz deyil. Yəni 3-ün adından ataq buradan variantlardan. 3-ü çıxaraq. Yəni 1 də çox böyük ehtimal çıxacaq. İndi qalır 2 5, 6, 2, 4, 6. Burada nəyi səhv edirik biz? Biz demoqrafik keçidin birinci mərhələsi yox, birinci tipini nəzərdə tutmuşuq. Azərbaycan əhalisi demoqrafik keçidin birinci mərhələsində yox, birinci tipindədir. Mərhələ olaraq biz artıq dördüncü mərhələyə gəlib çıxmışıq. Deməli, 4 səhvdir burada, olmaz. Bu diqqətdən qaça biləcək bir məqamdır. Çox güman ki, şagirdlərin də diqqətindən qaçacaq, amma
düşünürəm ki, yəni variant düz gəlmədiyinə görə onlar bir şəkildə bunu fikirləşə bilərlər. Deməli, burada doğru cavabımız nə olacaq? 2, 5, 6. Yəni demoqrafik keçidin birinci mərhələsində yox, biz təbii artımın birinci mərhələsində, birinci tip artımdayıq biz. Biz burada dördüncü mərhələ olmalıyıq. 4 səhvdir. Cavabımız nə olacaq? B variantı. Gəlirik 42-ci suala. Litosfer tavalarının hərəkət sxemlərinə uyğun gələn relyef formaları. Bu divergent sərhəddir. Bu da yəqin ki, görürsünüz də konvergentdir, amma okean və materikin toqquşmasıdır. Çünki gömülüb altına. Lülyakov vulkanı bura uyğun gələcək. Şimali Atlantik silsiləsi bura uyğun gələcək. Pasxa divergentdədir də, düzdürmü? O da bura uyğun gələcək. Kuril-Kamçatka Novu bura uyğun gələr. Azor adaları divergentdədir, bura uyğun gələr. Ant dağları konvergent, amma materik okean konvergentdir, buraya uyğun gələr. 1-ə 2, 3, 5, digərinə isə 1, 4, 6. Burada çox güman ki, Y variantıdır. Yəni bu variant uyğun gəlir. Y. Növbəti sualımız, suallar müəyyən qədər qəbula uyğundur. 43. İslandiya, Şri-Lanka APL-in, yəni bu tipli sualları biz qəbulda görürük. Materik mənşəli adadır. Burada Şri-Lanka olacaq. Okean tipli yer qabığı üzərində yerləşir. Okean tipli yer qabığı üzərində yerləşirsə, bu İslandiyadır. Alp-Himalay dağ qurşağında yerləşir. Bu Apenindir. Alp-Himalay keçdi. İqliminə musson küləklərinin təsiri çoxdur. Bu Şri-Lankadır. Qışda mülayim hava kütlələrinin təsiri çoxdur. Qışda mülayimdirsə bu Aralıq dənizidir yəqin ki. Apenin. Yay sərin, qışı soyuq keçir. Bu da subarktikdir də İslandiyaya götürüləcək. Deməli 2, 6, 1, 4. 2, 6, 1, 4, 3, 5 variantı isə A variantındadır. 44-ə baxırıq. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tipində əsasən formalaşmışdır. Tuqay meşəsi olmaz, yarımsəhra quru çöldür. Subab çəmən olmaz, bozqır olmaz, kolluq olmaz. Enliyarpaqlı dağ meşələri olacaq əsasən. Azərbaycandan söhbət gedir. Burada 45-ə baxırıq. Nə deyir? Daş kömürün daşınma istiqamətinin yanlış olduğunu istiqaməti müəyyən eləyin. Burada ABŞ daş kömür satır. Əslində ABŞ-dan çəkilmələr düzdür. Avstraliyada daş kömür satır. Deməli 1, 2, 3, 4, 3 yəqin ki bu xəttdir. Avstraliyaya gedən xəttir. Avstraliyada, daha doğrusu Yaponiyaya gedən xəttir. Yəni 3 düzdür. Aha, 4 də düz olacaq. İndi burada 2, 5 qalır. 2, 6 qalır. Bu 5 ola bilər. ABŞ sata bilər daş kömür Braziliyaya. Nigeriya neft satar. Nigeriyada daş kömür olmaz. Nigeriya səhvdir. Hindistanın özünün daş kömürü var. Avstraliya Hindistana daş kömür satmaz. Deməli burada doğru cavabımız nədir? B variantıdır. Düşünürəm ki, kifayət qədər çaşdırıcı sualdır. Qəbul səviyyəsindədir. Yəni, uşaqlar burada çaşa bilər bu sualda. 46-ya baxırıq. Uyğunluğu müəyyən edin. Ərazisi yarımada və adada yerləşir. Ərazisi yalnız yarımadada yerləşir. Ərazisi yalnız adada yerləşir. Bu da kifayət qədər qəbul səviyyəsində olan sualdır. Yəni belə deyək, hətta qəbullu belə deyək, aşa biləcək suallar var ümumi səki olaraq. Malayziya yarımada adada yerləşir. Bu doğrudur. Bruney yalnız adada yerləşir. Laos yalnız yarımadada yerləşir, materik daxili ölkədir. Yaponiya yalnız adada yerləşir. Danimarkanın bir hissəsi adada, bir hissəsi Jutlandiya yarımadasında yerləşir. Deməli, 1-ə A, Y olmalıdır, 2-yə C, 3-ə isə B, D. A variantıdır. Kifayət qədər çətin sualdır. 47. Hansı bəddə polimetal yatağı verilməmişdir? Katexçay bilirik ki, katexti filizdir, ondan sonra mazımdır, sonra mehmanədir, gümüşlüdür. Bunlar nədir? Polimetal yataqlardır. Göydərə, ipək, bunlar xromitdir. Ağ yataq isə civədir. Doğru cavabımız Y variantıdır. Düşünürəm bunun üçün uşaqlar tapa bilər. 48 ölkə əhalisinin sayı ilin əvvəlində 11 milyondur. İl ərzində əhalinin sayı 0,2% artdığını bilərək 1000 nəfərə düşən təbii artımı müəyyən edin. İndi biz 0,2%-ni tapmalıyıq 11 milyonun. 11 milyonda neçə sıfır var? 6 sıfır. 11 milyon 100%-dirsə, bəs 0,2% nə qədərdir? 0,2%-i vuranda buradan 0 gedir. Buradan da bir dənə 0 silsək, indi riyaziyyatı güclü olan uşaqlar dərhal başa düşəcək. 2-ni vururuq neçəyə? 1 milyon 100 min eləyir. 2 milyon 200 min. Qaytarıb onu da bölürük 100-ə. 2 dənə də 0 silmiş olur. Deməli, bir il ərzində bu ölkədə 22 min adam artıb.
Həmin o 22 min adam nə qədər adama artıb? Bir 11 milyon nəfərə artıb da. Bəs indi 1000 nəfərə nə qədər artım olar? 3 dənə sıfırı buradan silək, 3 dənə sıfırı birdən buradan silək. İndi burada olacaq 11 min, 11 min, burada isə 22 min. Deməli, qaytarıb 22 mini 11 minə böləcəyik. Cavab çıxacaq neçə? 2 nəfər. A variantı. 49-a baxırıq. Nə deyir? Qoruq və ya Milli Park, fiziki coğrafi rayon qorunduğu komponent. Eldar Şamı, daha doğrusu, fiziki coğrafi rayon. Eldar Şamı hansı fiziki coğrafi rayonda yerləşir? Eldar Şamı 2-yə düşməlidir. Arazboy deyil, Küdür Şirvan deyil, Qazax Qarabağ deyil, Qanı Xəyrçay deyil, Ceyrançol Acınoxurdur. Doğru cavab elə bir dənə burada Y variantı uyğun gəlir. Deməli, cavabımız nə olacaq? A, Y variantı. Burada Ağgöldür, köçəri su quşları qorunur. Burada da Hirşanda da relikt endemik bitkilər qorunacaq. Gələk növbəti suala. Deyir ki, sxemdə verilmiş B və C məntəqələri arasında temperatur fərqi 1,2 Selsidir. A-dan D-yə axan çayın uzunluğu 50 kilometr olduğunu bilərək çayın orta meylini hesablayın. Bu əslində qəbula düşmüş sual tipinin biraz şəkil dəyişmiş formasıdır. Yəni tip olaraq eynidir, sadəcə burada məlumat biraz, yəni belə deyək, verilənləri biraz dəyişilib. Belə deyək. A-dan C-yə, yox, B-dən C-yə. B hardadır? B 3-cü orizontaldadır, C 2-ci orizontaldadır. Demək, bunlar arasında olan hündürlük fərqi, həm də kəsmə yüksəkliyi olacaq. Bəs onların hündürlük fərqini necə tapacağıq? 1000 metrə 6 Selsi, bəs neçə metrə 1,2 Selsi? Bu tənasüb əldə etsək, taparıq ki, 200 metrdir. Deməli, 200 metr bunlar arasında hündürlük fərqi həm də kəsmə yüksəkliyidir. Elə olanda bir dənə kəsmə yüksəkliyi, iki dənə kəsmə yüksəkliyi, üç dənə kəsmə yüksəkliyi. Deməli, A-dan D-yə olan hündürlük fərqi 600 metrdir. Həmin o 600 metr çayın həm də düşməsidir. İndi 600 metri böləcəyik çayın uzunluğuna, yəni 50 kilometrə. Orada olacaq 12. Deməli, bu çayın meyliliyi 12 metr bölünsün kilometrdir. Cavab A variantıdır. 51-ə baxa, nə deyir? Verilmiş sxemə əsasən doğru fikirləri müəyyən edin. Diqqətlə baxanda görürük ki, 66,5 cənub enliyi demək olar ki, nədir? İşıqlıqdır. 66,5-dən yuxarıda qalan şimal enliyi isə belə deyək, qaranlıqdır. Daha çox cənub yarımkürəsi işıqlanır. Bu qış gün dönümüdür. Deməli, qış gün dönümü 22 dekabrdır. Günəş cənub tropikində, yəni 23,5 cənub enliyində zenitdədir. Baxırıq. Qış gün dönümü günüdür, amma günlərin dalına baxaq. Bu tarixdən sonra cənub qütblərində gündüzün uzunluğu qısalır. Bu doğrudur. Bu tipli suallar çox işlənir. Topluda da var. Gündüzün uzunluğu Yeni Zelandiyada Braziliyaya nisbətən daha qısadır. Olmaz. Əksinə, Yeni Zelandiya daha cənubda olduğuna görə daha uzun olacaq gündüz orada. Şimal qütb dairəsində qütb gündüzdür. Bu fikir də səhvdir. Yəni 2 ilə 3 dəqiq səhvdir. Ona görə bu variantları ataq. Cənubi Asiyada musson yağışlar yağmağa başlar. Burada olmaz. 4 də səhvdir. Ataq. 5. Cənubi Avropanın yağıntıların miqdarı artır. Bəli, qışdır deyə olar. Araq dəniz iqlim tipidir. Şimal tropik xəttlərində 43-dən düşür. Doğru cavabımız nə olacaq? 1, 5, 6. Burada sual D variantı ilə düzgün cavab tapılır. Növbəti suala baxırıq. 52-ci sual. Qarabağda qışı quraq keçən mülayim isti iqlim var, dağ meşə landşaftı var və bizdən də doğruları istəyir. Həkəri yayı quraq keçən mülayim isti iqlim, yay quraq keçən orada olmaz. Yay quraq keçən Kiçik Qafqaz onsuz da biraz elə Qarabağa düşür. 2 səhvdir. Həm də mülayim isti iqlimdə dağ çəmən olmaz. Günüt qapıcı yay quraq keçən soyuq olar, dağ kserofit olar. Zaqatala Laxıc qışı quraq keçən soyuq. Yox, Zaqatala Laxıca qışı quraq keçən soyuq düşmür. Bərabər yağıntılı düşür. 4 səhvdir. Qonaq kənd bütün fəsillərdə bol yağıntılı. Bu olmaz. Bu əksinə bol yağıntılı soyuq Zaqatala Laxıca düşür. 5-də səhvdir. İndi baxırıq. Qanı xərcə qışı quraq keçən mülayim isti düzən meşə olar. Deməli, olarlar hansı idi? 1, 3, 6. Doğru cavabımız nədir? B variantıdır. 53-cü suala baxırıq. Doğru sıraları deyir, müəyyən edin. Baxaq, Draqon Afrikanın cənub-şərqində yerləşən faylı dağlardır, doğrudur. Yəni əjdaha dağlarıdır. Qərbi Sibir düzənliyi platformanın qalxan hissəsində olmaz, çünki ovalıqdır. Atlas dağları tropik işıqlanma qurşağında yerləşmir, səhvdir. Orinoco ovalığı akkumulyasiya prosesləri nəticəsində yaranmışdır. Bu doğrudur. Ovalıqlar akkumulyasiyadır. Ant dağları zəngin daş kömür ehtiyatlarına malikdir. Bu doğru deyil. Ant dağlarında zəngin daş kömür yox, mis var.
Deməli, bizdən doğruları istədiyinə görə doğru cavabımız nə olacaq? 1 və 4. 54-ə baxırıq. Həqiqi sahəsi 60 kvadrat kilometr olan gölün sahəsi xəritədə 15 santimetrin kvadratıdır. İndi miqyas tapmalıyıq da. Miqyas bərabərdir bu xəritədə nəyə? Miqyas bərabərdir. Miqyas bərabərdir. Kök altında deməli 60-ı bölək 15-ə bərabərdir. Kök altında 4, oradan da çıxır 2. Deməli miqyas 2-dir. Həmin xəritədə uzunluğu 40 kilometr olan çayın uzunluğu neçə santimetr olar? 40-ı da qaytarıb bölürük 2-yə, cavab 20. Bu sualda doğru cavabımız 20. 55-ə baxırıq. Əlamətlərə uyğun gələn adaları müəyyən edin. Alçaq təzyiq sahəsi qurşağında yerləşir. Deməli, ya mülayimdədir, ya ekvatorialdadır. Materik mənşəlidir. Deməli, böyük ada olacaq, çox böyük. Ərazi üç yarımkürədə yerləşir. Deməli, ya bunu ekvator kəsir, ya da Qrinviç. Çox güman ki, bu belə deyək də İngiltərədir. Hə, onsuz da ya ekvator götürməli, ya da ki, mülayim. Böyük Britaniyanı götürərik. Şimdi burada 1, 2, 3, 4, 5 ardıcılığı gedir. Hə, Yeni Qvineya qalsın. Kalimantanı götürərik, Sumatranı götürərik. Ha burada Yeni Qvineyada diqqətli olmaq lazımdır. Yeni Qvineyanı sadəcə biraz yuxarıdan ekvator keçib gedir, kəsmir. Ha, bax onu yadınızda saxlayın. Yeni Qvineya adası ekvatordan cənubdadır. Çünki orada daha çox xəritədə baxanda adam və yaxud sonradan ağlına gələndə fikirləşir ki, keçir. Oradan ekvator amma keçmir. Doğru cavabımız nə olacaq burada? 2, 5, 6. Yəni bu sualı buradan da tutmaq olardı dərhal. 3 yarım kürədə yerləşir. Ya ekvator kəsir, ya Qrinviç, ya da 180. Vrangel də ola bilərdi, amma Vrangel burada alçaq təzyiq sahəsi deyil. Növbəti sualımız nədir? 57, 56, 57. Hə. 56-ya baxırıq. Qışda mülayim, yayda tropik hava kütlələri isə deməli Aralıq dənizi olandır. Yarımadalar Jutlandiya olmaz, Arnhem olmaz. Abşeron olar. Apinin olar. Kiçik Asiya olar. Labrador olmaz. Bu sualda doğru cavabımız 2, 4, 6, yox 2, 4, 5. Düzəldək bunu. 2, 4, 5 bu sualda doğru cavabdır. Nə istəyir? Uyğunluğu istəyir. Baxaq. Enliyarpaqlı meşələr burada harda olar? Finlandiyada olar. 3-ə A gedər. Çoxyarpaqlı meşələr burada heç birisində olmaz. Enliyarpaqlı meşələr burada olar. Meşə tundura. Meşə tundura biraz yuxarılarda ola bilər. Bura düşməz. Uyğunluğu müəyyən eləyin. Hə, çöl meşə çöldə hara düşə bilər? Bura düşə bilər. İndi burada ölkə olaraq deyir, yoxsa bu sualda tam olaraq biraz çaşqınlıq yaradır. Nə? Bu sual iki cür düz götürülə bilər. Düşünmürəm ki, o cür götürüləcəklər. Mənə görə bu sualda doğru cavab belə olacaq. 3-də A. Amma bu sualda çatışmazlıq nədir? Bu sualda versəydi ki, ərazilər yoxsa ölkələr. Uyğun gələn əraziləri yoxsa ölkələri. Çünki ölkə olaraq götürsək, biz Finlandiyanın yuxarısına meşə tundura qoya bilərik buralara. Fransanın da cənubuna bura codyarpaqlı meşə kolluqlar qoya bilərik. Amma ərazi olaraq deyirsə belədir. Ölkə olaraq deyirsə ki, düşünmürəm ölkə olaraq soruşur. Burada biz yazmalıyıq 1-ə C, B, C yazmalıyıq ölkə olaraq. 2-yə yazmalıyıq elə Y, 3-ə yazmalıyıq A ilə D. Amma bu ölkə olaraqdır. Bu isə ərazi olaraqdır. Düşünürəm ki, burada ərazi olaraq soruşub. Çünki nöqtələri məxsusən yerləşdiriblər. Yəni o yerlərə. Ona görə də doğru cavab çox güman ki, 1-ə C, 2-yə, 3-ə. Amma bu tipli suallarda mütləq şəkildə qeyd olunmalıdır ki, ərazi istəyir, yoxsa ölkəni istəyir. Doğru cavab yenə də bu fikrimdə qalıram. 1-ə C, 2-yə, 3-ə A-dır. Amma ölkə olaraq desə belə ola bilərdi. Baxaq. Nə deyir? Situasiyanı verib. A fiziki coğrafi vilayətində 3 iqlim tipinə rast gəlinir. Bu fiziki coğrafi vilayətin ərazisi həm tektonik qalxma, həm də tektonik əyilmə zonasında yerləşir. Vilayətin ən hündür zirvəsi aid olduğu tektonik qalxmanın ən hündür zirvəsidir. Deməli 3 iqlimdir. Bir də burada hansısa vilayətdir, orada söhbət gedir. Orada hündür zirvə tektonik qalxmanın ən hündür zirvəsidir. Deməli, ən hündür zirvəsi tektonik qalxmanın ən hündür zirvəsidirsə, bu Böyük Qafqaz ola bilər. Çox böyük ehtimal Böyük Qafqaz olmaz, çünki
Böyük Qafqazda 3 vilayət yoxdur, çoxdur. 3 iqlim tipi yoxdur, çoxdur. Kiçik Qafqazın ən hündür zirvəsi, Qaxmanın ən hündür zirvəsidir. Burada Naxçıvan olacaq çox güman ki. Bəli, Naxçıvan. Çünki Naxçıvanda 3 iqlim var. Yarımsərə quru çöl, soyuq və dağ tundra. Naxçıvanın ən hündür zirvəsi Qapıcıqdır. Qapıcıq isə tektonik qalxma olaraq Kiçik Qafqazın ən hündür zirvəsidir. İndi baxaq, Naxçıvandırsa davam eləyək. Faydalı qazıntı. Burada polimetal var, molibden var. Ondan sonra burada nə var? Mərmər var. Sonra burada nə olsun? Daş duzu olsun. Çox da yəni yazmaq olar, çox şey yazmaq olar. Polimetal yatağı gümüşlüdür. Molibden yatağı paraqayçay, diaqçay olsun. Mərmər yatağı orada şərurdadır. Qara mərmər. Sonra daş duz, nehrəm, duzdağ yataqlarıdır. Polimetalla molibden burada maqmatikdir. Maqmatik mənşəlidir. Hmm, Burada mərmər metamorfik olar. Bu daş duzdan da yaza bilərik orada çökmə mənşəli. Belə. Gəlirik nəyə? A vilayətinin yerləşdiyi tektonik zonlar müəyyən edib. Bu zonlara aid relyef vadilərinin adını yazın. Tektonik qalxma zonası Kiçik Qafqaz qalxmasıdır. Relyef vadilər orada olacaq. Şərq Ordubad düzü. Bir də orada nə olsun? Dərəlyaz dağları, Zəngəzur dağları. Tektonik enmə zonası və relyef vahidləri. Hə, qalxmada deyir, hə, düzəldək bunu. Burada şəhər Ordubadı bura yazmayacağıq. Qalxmada olacaq Dərəlyazdan Zəngəzur. Tektonik enmə zonası Araz Cavan platforması gedir. Orada olacaq Sədərək, Şərur, Böyükdüz, Gülüstan, Naxçıvan düzləri. Hə, gələk orada nəyə? Burada bunların ümumi adı gedir Şərur Ordubad, amma Ordubad düzü hətta bəzi mənbələrdə orada yaycı düzü də Kiçik Qafqaz qalxmasına düşür kimi götürülür. Hə, indi Sədərək, Şərur, Böyükdüz, Naxçıvan düzlərini götürsək daha doğru olar. İndi A 60-a baxaq. A fiziki coğrafi vilayətin adı. Orta Araz. Orta Araz vilayəti gedəcək bu. Burada yerləşən fiziki coğrafi rayonlar olur Şərir Ordubad rayonu, bir də Günnüt Qapıcıq rayonu. Belə. Mən Tural müəllim deməli bu sınağın izahını sizin üçün yekunlaşdırdım. Növbəti video izahlarda və sınaq izahlarında sizlərlə görüşmək ümidlə sağollaşıram. Sağ olun, özünüzə yaxşı baxın.